Üç hərfin birləşməsinə əmrə gələn Bakının daha bir köhnə məhəlləsinə gəlmişik. Söhbət təxminən bir əsrdir məskunlaşmanın olduğu paytaxtın Enzes qəsəbəsinə gedir. Bu dəfə bayram həftəsində buranın qonağıyıq. Görək burada nə var, nə yox. Yığma komandadır. Bütün rayonlardan buradadır. Bəs ümumiyyətlə Enzesin yerli sakini lap çoxdan yaşayan yoxdur burada? Yerli sakini 46'da gələnlərdir. 46'da ki peşəvəri ilə gəldilər 120 min nəfər. Onlar burada bu Amerikanka evlər onlara xatir tikirdi. Onlar gəldilər zavoda işçi oldular, ona görə o evlərdə də yaşadılar. Burada işləyənlər çox idi o vaxtı. Bəli, çox, nə qədər istəsin. Hamısı İrandan qaçan idi də o. İrandan gəldilər, burada məskunlaşdılar. Bəli, 46'da gəldilər də, qaçdılar şahın əlindən. 120 min nəfər. Sonra burada evləniblər. Fərq eləmir, o tay bu tay eyni millətdir də. Bəs ümumiyyətlə deyirsən neçə il burada yaşayırsan da? Əvvəllər də bura belə sıxlıq idi, evlər çox idi yoxsa? Yox. Birinci bu tramvayın üstündə evi mən tikdim. Sonra yavaş-yavaş tikdilər. Paytaxtın müəyyən hissələri düşür plana, sökürlər, yeni evlər tikirlər. Ümumiyyətlə buranla bağlı nəsə bir söhbət var yoxsa? 50 ildir bu söhbət var, hələ xəbəri yoxdur. Bax Novruz bayramının ərəfəsidir, bayram həftəsidir, tətildir. Bəs 20 il əvvəl, 30 il əvvəl buralarda Novruz bayramı necə keçirilirdi? Gözəl. Uşaqlar atlanıb düşürdü, oynayırdı. Bayram süfrəsi qururdular. Bayramlarda qonşularla, qohumlarla o münasibət var idi. Münasibət hamının yoxdur. Əvvəllər çox yaxşı idi. Çox gözəl idi. Bayramda bu gediş-gəliş var yenə də yoxsa? Gediş-gəliş yoxdur burada, əslən yox. Mənim gözüm bu 77-ci ildən burada gözüm burada açmışam. İnciyə televizyon neftin ərazisi gedir də buraya, hər tərəf neftin ərazisidir. Enziyə ümumiyyətlə necə yerdir? Yaxşı yer, sakit yerdir, pis yerdir. Köhnə adamlardan az qalıb, gəlmələr çoxdur. Qıraqdan gələndən həm kirakeşlər, zadlar bunlar çoxdular. Boş yerlər idi buralar. Sonra bura doldu da. Hamısı deyil, sonradan tikilən evlərdir. 87-ci ildən burada. Əvvəl gələndə genişlik idi, rahatçılıq idi, evlər tikilib, sıxlaq yox. Boş idi buralar. Boş idi ətraf. Demək olar ki, tonqal qalamağa yer qalmayıb, hər yer daralıb. Uşaqlar istəyirlər, yəni eləyə bilmirik də onu geniş şəkildə. Eləyirik, yüngülvari, balaca bir şey düzəldirik ki, uşaq görsün ki, tonqal yandırdıq. Yuxarıda neft çənləri var, neft ərazisidə, neft xəttləri keçir. Deyirəm paytaxtda bugün böyük marketlər var, böyük satış yerləri var, amma köhnə məhəllələrdə belə yerlər, balaca dükanlar da var. Düşünürəm ki, tələbat da var. Qonşular, zadlar sağ olsunlar, alver var. Bir-birimizi başa düşürük, yola veririk. Bəs bu məhsulları hardan gətirirsiniz? Qatıq süd, belə kənd məhsulları var, hə. Daha çox hansı kənddən, hansı rayonlardan? Sabirabad gəlir, Cəlilabaddan gəlir. Məsələn, Bakı kəndlərindən qatıq, süd, belə şeylər gəlir. Özəl yerdir. Şəhərin mərkəzidir. 91-də gələndə necə idi buralar, indi necədir? 91-də gələndə biraz yer, yurt biraz yaxşı deyildi. Sonra düzəltdik də, düzlük qoşdu. Yəni yaxşı deyildi deyəndə, yəni necə? Belə mazut zad vardı da, yer, yurt mazıdır da. Mazıdır. Neft yağın ətrafı idi bu zavodun. Yəni gəldiniz burada evləri tikdiniz, ətrafı təmizlədiniz, yaşadınız hə? Yaşadıq hə. Mən baxıram ki, ətrafda neft çənləri, neft buralar. Yəni bura əvvəldən neft sahəsi olub, ərazi olub. Əvvəllər olub hə, 80-cı illərdə zad da belə olub. Bu 2 mərtəbə binalarsa Enzes qəsəbəsinin ilk tikililərindən sayılır. Təxminən bir əsrdən çox yaşı var. Artıq binada yaşayış yoxdur, mənzillər boşaldılıb, sakinlər köçürülüb. Yəqin ki, binalar da söküləcək yaxın illərdə. Buranın öz köhnə sakini demək olar ki, çox azdır və yaxud da yoxdur. Sakinlər burada dövlət evləri var idi. 2 mərtəbə qamış evlər deyirlər. Onlarda yaşayırdılar. Sonra bərbad haldadır, sökülmək üzrədir, amma yararsız haldadır. Qaldı o bir 3 mərtəbəli evlər var burada. Onlar da çoxdan tikilən evlərdir. Gəlirdin, hara baxırdın, açıqlıq. Burada kanalizasiya turbası gedirdi bu tərəfdən. Elə üstündən hoppanır uşaqlar oyana bu yana. İndi heç nə görsənmir. Bu evlərin yerində zibillik idi, nə boyda. İndi evlər zətlər, yəni ki, bir addım atmağa yer qalmıyor. Hamı tikir hə? Hamı tikir, bir başdan tikir. Bəli, əvvəldə qeyd etdiyim kimi bu qəsəbənin yaşayış massivinin adında 3 hərf var. NZS. Bəs NZS nə deməkdir? Niyə bura belə adlanır? Bəs qəsəbə sakinlər bu haqda bilirlərmi? Bəlkə bir soruşaq. NZS nə deməkdir ümumiyyətlə? Bu haqda bilirsiniz, məlumat var? Yox, o dərəcədə. Hə, neft zavodu. Neft zavodu və orada es qaldı. Heç bilmirəm, state ingilis dilində ya nədir dəqiq deyənmərəm. Yox, onu yalan deyirəm. İnci sözü deyir bir benzinlə əlaqədardır. Enziyes valla eşitmişdim, tam dəqiq deyəmirəm. Yəni neftlə bağlı bir sözdür, neft. Enziyes bura SSR dövründə qoyulan addır bura. Dəqiq valla mən deyə bilmirəm o nə məna verir. NZS nə deməkdir? Enzes, mən biləni nefte preribat və işçi zavod imeni Stalin'a. Yəni ki, Stalin adına zavod olub da bizim bu... Elə adlanır. Hə, onun adından mən bilən götürülüb.
Sonda ənənəvi olaraq yaşayış massivinin adı var deyə məlumat verək. NZS nə deməkdir? Neftezaprovechna stansiya rus sözlərinin ilk hərflərindən ibarətdir. Tərcümə isə belədir, neft doldurma məntəqəsi. Ötən əsrin təxminən 30-40-cı illərində bu ərazidə qatarlara yanacaqla təmin edən neft doldurma məntəqələri olub və ona görə burada NZS adlanıb. Bəli, NZS barədə görüb çəkdiklərimiz, bilib öyrəndiklərimiz və dediklərimiz bu qədər. Növbəti Köhnə Məhəllədə görüşərik.